Nəfsin islah olunduğu, təskiyə olunduğu, təmizə çıxdığı ən önəmli məsələ nədir qardaşlar? Tevhiddir. Tevhidsiz heç bir nəfs təmiz ola bilməz. Bir insan şirkin bataqlığındadırsa, o heç vaxt o nəfs, təmiz nəfs, yəni islah nəfs ola bilməz. Allah subhanahu wa ta'ala buyurur ki, çünki tevhid nədir? Tevhid bizim həmin o nəfsin yaradıldığı qayədir. Yəni o nəfs məhz bu qayə üçün, bu məqsəd üçün yaradılmışdır. Hansı məqsəd üçün? Tevhid üçün. Allah subhanahu wa ta'ala buyurur ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yarattım. Və həmçinin Allah subhanahu wa ta'ala öz peyğəmbərlərin tevhidi yaysınlar deyə, tevhidi insanlara çatdırsınlar deyə, onları tevhidlə islah etsinlər deyə Allah subhanahu wa ta'ala peyğəmbərlərin göndərmişdir. Allah subhanahu wa ta'ala buyurur ki, وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنْ اِعْبُدُوا اللّٰهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ Biz hər bir ümmətə rasul göndərdik. Nə üçün? Onları Allaha ibadət etsinlər, yəni onlara Allaha ibadət etməyi əmr etsinlər və tağutdan, yəni Allahdan başqa ibadət olunan hər bir şeydən çəkinsinlər deyə.